Bismillah. 16 yanvara bürcülərin ən düz pul proqnozu. Qoç, pul gəliri var, amma gecikə bilər. Səbirli ol, axşam tərəfi rahatlayacaqsan. Buğa, ən şanslı bürclərdənsən. Gözlənilməz qazanc, hədiyyə və ya əlavə pul mümkündür. Əkizlər, pul xərcləri arta bilər. Lazımsız yerə pul çıxışına diqqət et. Xərçəng, pul ev və ailə ilə bağlı mövzudan gələ bilər. Köhnə borc yeri qayıda bilər. Şir, işdən və zəhmətinin qarşılığından qazanc görünür. Bonus və ya mükafat ehtimalı var. Qız, pul var, amma tutub saxlamasan tez gedəcək. Büdcəni planla. Tərəzi, pul sevgi və ya ortaq işlə bağlı gələ bilər. Tərəfdaşlı işlər xeyirlidir. Əqrəb, gizli qazanc və ya sürpriz pul görünür. Heç gözləmədiyin yerdən gələ bilər. Oğlaq, oxatan, pul yol, ticarət və ya internetlə bağlıdır. Kiçik risk qazanc gətirə bilər. Oğlaq, pul mövzusunda güclü gündür. Yeni imkan və stabil gəlir açılır. Dolça, pul gəlir, amma tez çıxır. Qənaətli olmasan əlin boş qala bilər. Balıq, pul axını yavaş, amma sabitdir. Səbr etsən yaxın günlərdə rahatlayacaqsan.